bəlkə maraqlı olar, ona görə bu qeydi xüsusilə vurmaq istədim. Deməli, biz dəyərli yazıçımız İlqar Fəhmi ilə, İlqar müəllimlə görüşəndə bir tarix araşdırması var idi və maraqlı bir fikir dedi. Dedi ki, mən baxıram, İslam dünyasında kifayət qədər gənc yaşında alimlər var. Amma bir dənə də gənc yaşında övliya yoxdur. Övliyalar hamısı müəyyən yaş dövründən sonra övliya olurlar. Alimlər çoxdur. Bunun səbəbi haqqında düşünür. Deyir ki, bu oradan qaynaqlana bilər ki, övliyalıq, şəxsiyyət bir həyat hekayəsindən təsdiqlənməlidir də. Sən müxtəlif situasiyalardan keçməlisən, müxtəlif periodlardan keçməlisən. İlqar müəllim onu Hacının şəxsiyyətində belə deyirdi ki, Hacı bizim gözümüzün qabağında müxtəlif periodlardan keçdi, siyasi quruluşlardan keçdi, müxtəlif vəziyyətlərdə filan, amma duruşu pozulmadı da biz o insanın xətasını, yanlışını görmədik. Eyni duruşda, eyni xarizma davam elədi. Və ona görə insanlar onu övliya kimi qəbul elədilər. Belə rahat məsələ deyil. Yəni, kimsə çıxsın, elan etsin ki, mən övliyayam, qəbul edin, belə deyil. O periodları keçirsən, müəyyən yaş dövrünə gəlirsən, çatırsan və təsdiqlənirsən, öz həyatınla, öz duruşunla təsdiqləyirsən ki, mən Allah adamıyam.